kimə bir ziyanım yoxdur ki, çörəyimi qazanıram, heç kimə durub əl açıb pul istəmirəm, nə bilmirəm də. Orada paltar reklam edirəm, çörəyimi qazanıram, uşaqlarıma baxıram, pişiklərim var, pişiklərimə baxıram, öz ehtiyaclarımı qarşılayıram. Heç kimlə mənim işim yoxdur da, olmayıb olmayacaq da. Söyle. Götür çörəyi istəmişsin günah. Çörəyi götür, bunlar qalsın, qaqaşda durub yer. Bunun qapağını qoy ağzına. Yox, pes etmək deyil. Başqa işlə məşğul olacam. Pes etmirəm. Başqa işlə məşğul olacam. Bacı Koç Sepinhanı itirmişəm. Boş oyda itirmişəm. Boğazımdan düşüb bitib. Oxudum, nəyi? Nə yazmışam? Hə. İş səhifəsi, hə, ürəyim, iş səhifəsi. Hə, iş səhifəsi. İndi video paylaşmışam qızlar. Turşu videosu. Orada həmişə soruşursunuz ki, turşularımı hardan alırsan? Baxın, mənim turşularım İnci mətbəxindən gəlir. Badımcan turşum, biber turşum İnci mətbəxindən gəlir. Orada da qeyd eləmişəm, səhifənin aşağıda etiketləmişəm. Xanımın xətrin dünyalar qədər istəyirəm. Çox yaxşı xanımdır. Oradan səhifəni də etiketləmişəm, paylaşmışam. Kim turşu istəyirsə, nə bilim, düşbələ, aş, nə bilim, ürəyiniz nə istəyirsə, qutablar, göy qutabı, qarın qutabı, ət qutabı, nə istəyirsə İnci mətbəxindən zakaz verə bilərsiniz. Onda sizlə işləyənlərdən şübhələnin. Yox, Rozuçka xanım, başıma dönərəm. Mənlə işləyənlərdən heç kimdən şübhələnmirəm. Çünki mən səviyyəsiz insan deyiləm. Mən görürəm ki, hərə bir tikə çörək pulunun dalına düşüb, gəlib orada da işləyir. Mənlə işləyən xanım da çox yaxşı xanımdır. Ən azından mən onu yaxşı bilirəm. Bilmirəm də, yəni hər insan hər insana qarşı bir cür olur. Mən heç kimi pisləyə bilmərəm. Mən artıq 4-5 ildir TikTokdayam. 4 ilə, təmiz 4 il var ki, mən TikTokdayam. Mən indiyənə qədər heç kimlə işim olmayıb. Nə də ki, hansısa bir səviyyəsiz hərəkətimi TikTokda görməmisinizsə, kimlənsə dalaşım. Heç kimlə indiyənə qədər işlədiyim yerdə heç kimlə problemim olmayıb. Çıxana qədər də heç kimlə mənim problemim olmayacaq. Necə qalmışamsa indiyənə qədər 1 il 6 ayda orada necə işləmişəmsə, necə mənə istəyiblərsə, istəyənlərin də Allah canını sağ eləsin, istəməyənlərin də Allah canını sağ eləsin, Allah hər kəsə ruzusunu yetirsin. Mən görürəm də orada necə, ümumiyyətlə bütün işlər əziyyətli işdir. Görürəm də hər kəs əziyyət çəkir, pul qazanır. Valla nə bilim, ola bilər burada ağızlarına gələni yazsınlar, bilmədiklərini danışsınlar. O qədər asandır ki, heç kimin haqqında heç kimi tanımadan yargı bildirmək. Məsələn, birinin paltarına görə, birinin hərəkətinə görə, birinin baxışına görə, birinin duruşuna görə, birinin oturuşuna görə o qədər asandır ki, mən çünki indiyənə qədər, bu yaşıma qədər 40 yaşım var mənim, 40 yaşım. 2 dəfə böyük danışmışam. 2 dəfə böyük danışmışam, mən eləmərəm demişəm, amma onu Allah Taala mənə yedizdirib eləmişəm. Çox böyük danışmışam və burada da demişəm mən necə böyük danışmışam və onu Allah Taala mənə yedizdirib. Mənim payımı verib ki, yəni böyük danışmada, sən də bəndəsən, sən də insansan, insanın da başına iş gələr, sən kimsən ki, bəndəsən. Ona görə mən heç kimin haqqına heç vaxt girməmişəm, girməyəcəm də. Gələcəm ay həcə, axşam mavi dənizdəyəm. Girməmişəm, girməyəcəm də. Belə də ki, mənlə
o deyirsiniz ki, yəni işdə nəsə problem yox. Heç kimlə problemim yoxdur. Olmayıb, olmayacaq da. İndiyənə qədər heç kimlə işdə problemim olmayıb, olmayacaq da. Heç vaxtda olan deyil. Allah hər kəsin canını sağ eləsin, ömrün uzun eləsin, cibin dolu eləsin, hər kəsi xoşbaxt eləsin. Mənim heç kimlə işim yoxdur. İnsanıq, yəni hər insanın özünə görə, bəlkə mən indi öz günahlarımı balaca görürəm, amma məsələn sən baxanda böyük görürsən. Məsələn o birisi baxanda lap böyük görür. Hər kəsin günahı var. Bu həyatda elə bir insan yoxdur ki, elə bir bəndə yoxdur ki, onun günahı olmasın. Hamımızın günahı var özümüzə görə. Bəlkə də mən deyirəm ki, yox, mənim günahım yoxdur. Yox, o günahdır. Amma qıraqdan baxan kimi bəlkə səhv eləmişəm, bəlkə hansısa bir səhv hərəkət eləmişəm, bəlkə haqqına girmişəm, bəlkə ona qarşı haqsızlıq eləmişəm. Olub, demirəm olmayıb. Mən insanam, mən daşdan yaradılmamışam ki. Amma insan səhvlərinə görə bəzən peşman olur, bəzən nə bilmirəm də Allah Taala onu peşman eləyir. Bilmirəm də, nə bilim, qurban olma Allaha. Sepdən danışırıq biz. Az neyinirəm mi? Yox, tapa bilmədim aşkım. Tapa bilmədim səhifəni kim vurub. Nə bilim, kim vurubsa da yəqin ki özünə görə haqlı səbəbləri var. Burun həkiminiz kimdir? Mən burun əməliyyat deyil. Mən heç də demirəm, nə bilim. Yox aşkım, yox, danışmamışam. Ora bəziləriniz yazır sizə, olub deyib, gəldim. Əslində mamam lapşalı aş pişirmişdi, yemədim onu. Ürəyimə şey düşdü, kartof qaynatması. Gəldim, kartofumu qaynatdım. Bacı, turşumu qoydum qabağıma. Balığımı qoydum qabağıma. Nəhsə verilmiş balıq. Yedim, durdum ayağa. Bu da yemək səhifəsidir. Bu səhifə yeməklə artır. Bir dənə çox xahiş edirəm, ekranları tıklayın, çox xahiş edirəm sizdən. Bir dənə bacardığınız qədər ekran tıklamasını çox eləyin də. Bu səhifədə yemək səhifəsidir aşkım. Yemək səhifəsidir. Yediyim kartof, indi bugün yediyimdə. İndi oraya yazacaq, göz haqqıma, sizin məndə göz haqqınız yoxdur. Yoxdur. Mən sizin qazancınıza şərik olmamışam, sizə qonaq gəlməmişəm, sizin qazancınızı yeməmişəm. Bacı qurban olsun, sizin məndə necə göz haqqınız olaraq? Günaha girirsən, pişik evdə saxlamadı, pişik çöl heyvanıdır. Ay bacı, nə dəxlisi var? Çöldə yaşayan pişik, qabağa qış, boran gəlir, çöldə yaşayan pişiklər var. Onlar soyuqdan ölürlər, bit düşür, birə düşür, acından ölürlər, susuzluqdan ölürlər. Evə gətirib çöldəki pişiyi sahiblənmək günahdır. Mən o günelin, Allah onların canını sağ eləsin, həmişə demişəm, deyəcəm də, düzdür, mən orada işləyib maaş alıram. Mən orada işləyib, heç kimə müftə iş vermir, nə də müftə iş yoxdur. Yoxdur, heç arada müftə iş yoxdur. Mən orada işləyirəm, maaşımı alıram. Amma Günelin müdiriyyəti çörək verən insandır. Çörək verən insandır. Allah onların canını sağ eləsin. Amma mən özüm yorulduğum üçün, əgər mənim bu səhifəmdə vurulsa, mən özüm oradan çıxacam. Öz istəyimlə oradan çıxacam. Halallıq al, çıxacam. Alınmadı da demək ki məndə. Alınmır. Mən özüm yoruldum. Başqa işlə məşğul olacam. Səhifə ilə işləyirik, ürəyim mən. Mən səhifə ilə, ümumiyyətlə modellər səhifə ilə işləyir. Başqa yerdə sınayacam özümü. Yəqin ki, orada alınmadı. Bilmirəm.
Onlar da işte alınmadı. Allah bir yerdən qapını bağlayır, bir yerdən açır. Zehin və bədəndən arıqlayıram. Mən model deyiləm. Mən model deyiləm. Mən təqdimatçıyam. Model podyumda olur. Model ad alır. Model yarışmalarda iştirak edir. Sadəcə olaraq mənim bədənim paltarları geyinib təqdim eləməyə uyğun olduğu üçün mən getdim orada təqdimatçı işlədim. Mən özümə model demirəm. Bilmirəm də. Videonu paylaşırıq. Heç kimdən şübhələnmirəm. Videonu, mənim düşmənim yoxdur. Mən heç kimdən şübhələnmirəm. Mən çünki heç kimi düşmən gözü ilə görmürəm. Ay ürəyim. Bax, mən səndən dalaşım. Bax, sən gələsən, məndən dalaşasan, hə? Bax, mən səndən dalaşım. 2 gün sonra səni görüm, sənə salam verəcəm. Bax, elə tip insanam mən. Bax, mən sənə qarşı səhv eləyim. Mən sənə qarşı səhv eləyim, hə? Sən mənə düşmən kəsil. Sabah birisi gün sən mənim yanımdan keçsən, mən sənə salam verəcəm. Mən sənə salam verəcəm. Və yaxud da sən mənə qarşı ən pis səhv elə. Mən yenə səni görsəm, yenə sənə salam verəcəm. Mənim içimdə kin yoxdur, kin küdurət yoxdur, yaxşı ki də yoxdur. Yaxşı ki də yoxdur. Ona görə mən bilmirəm, mənim düşmənim yoxdur. Çünki mən heç kimi özümə düşmən bilmirəm. Bilməmişəm, bilməyəcəm də. Hollandiyaya çoxlu salamlar. Girmişəm videoya baxıram. Video 10.000 izləmə alıb. 10.000 izləmə. 10.000. 10.000 izləmə alıb. Like-a baxırsan 40, 50. Səhifə ona görə spama gedir də. Like-a baxırsan 40, 50. Niyə elə eləyirsiniz ki? Paltar istəyirsiniz, paltar görsədirik. Geyim istəyirsiniz, nə bilim, üst geyimi, nə istəyirsiniz də çəkirik, sizlər üçün paylaşırıq. Ən ucuz paltarları paylaşırıq. Hər yerdə baha qiymət olan biz ucuz paylaşırıq. Təqdimat eləyirik də sizlər üçün, düzdür? Niyə buna like eləmirsiniz ki? 15.000 izləmə gəlir, 18.000, 20.000, 40.000 izləmə gəlir, 200 like olur. Yəni, nə olar ki, bir dənə belə like eləyəndə nə olur ki? Eləmədiniz, Allah canınızı sağ eləsin. Allah canınızı sağ eləsin. Nə deyə bilərəm ki? Can. Ona görə də daha özümə söz vermişəm, daha yorulmuşam, nə səhifə açacam, nə səhifə yığacam. Günel ticarət mərkəzində də gör neçə dəfə bağlanıb. Alınmasa bu dəfə də spama gedib səhifə. Səhifə bağlansa vəsə Salə Güneldən çıxacaq. Qorumaya almışıq aşkım, qoruma ilə deyil. Həcinin səhifəsi, bircə dənə səhifəsi bağlanıb. Çıxmayın, sizə oraya yaraşırsınız, çox sağ ol ürəyim. Bilmirəm kim vurur, bilmirəm. Kimin vurduğunu bilmirəm. Çox sağ ol ürəyim. Siz oranın müdiriyyətini tanımırsınız da, ona görə elə deyirsiniz. Yəni, çox gözəl insanlardılar. Həqiqətən, orada işləyən işçilər, çox gözəl kollektivi var, çox mehriban kollektivi var Günel Ticarət Mərkəzinin. Həcinin özü çox gözəl insandır. Mən orada mən yadınızdadır qızlar, o vaxtı
Zodanı reklam eləyəndə siz mənə deyirdiniz ki, Zodanı reklam eləyirsən də ona görə onu tərifləyirsən. Mən artıq tərtəmiz 1 ildir ki, Zodanı reklam, 1 il yox, 8 aydır. 8 aydır ki, Zodanı reklam eləmirəm. Amma mən yenə də hər zaman demişəm, deyəcəm. Azərbaycanda 2 həkim varsa, onun biri doktor Elçin Zodandır. Mən nə onu reklam eləyirəm, qızlar özünüz bilirsiniz, mən onu reklam eləmirəm. Yəni 8 ayda oradan çıxmışam. Amma yenə də deyirəm ki, Azərbaycanda 2 dənə plastik həkim varsa, onun biri Zodandır. Həmişə demişəm, deyəcəm də. Həm insanlığı, həm gözəl insandır, həm əl işi mükəmməldir, həm möhtəşəm həkimdir. Mən onu demişəm, deyəcəm də. Yəni mən oradan düz 8-9 ayda çıxmışam, amma yenə deyirəm, deyəcəm də. Və bu sözümü də deyirəm ki, mən Günel Ticarət Mərkəzindən çıxsam da, mən oranın çörəyini yemişəm, düzdür, işləyib yemişəm. Heç kim müftə çörək yemir. Gedmişəm, işləmişəm, pulumu almışam. Amma ömrümün sonuna qədər deyəcəm ki, oranın çörəyi yemişəm. Yemişəm də, o insanlar çox gözəl insanlardılar, çörək verən insanlardılar, kasıblara əl tutan insandır, kasıblara kömək eləyən insandır, həqiqətən də mükəmməl insandılar. Ona görə mən onu həmişə deyəcəm. Kimsə məndən soruşanda da həmişə deyəcəm. Necə ki, o vaxt Zodanı deyirdim, indi də deyirəm, onda da onu deyəcəm. Əsəbi olanda başlayıram qaşınmağa. Xanım yazıb ki, Zodanın əl işi bəli, çox gözəldir. Niyə əsəbsiz? Əsəbi deyiləm aşkım. Düzdür bacım, mən səninlə razıyam. Reklamçı. Neysə, başqa şeydən danışaq. Mən əməliyyata girəndə 65 kiloydum. Mənim əvvəlki videolarımda səhifədə var. Girin baxın. Bax, bu səhifədə var. Girin baxın. Mən kök qadın olmamışam. Heç vaxt kök olmamışam mən. Mənim ən yüksək kilom qızımı doğanda olub 89 kilo. Vəsə, ondan sonra mən 65-dən yuxarı qalxmamışam. Heç vaxt mənim çəkim 65-dən yuxarı qalxmayıb. Heç vaxt. Mən kök olmamışam. $53 kilo yarım. Yoxdur. Baxmır da aşkım, qaynaq saça baxmalısan. Həmişə pəhrizdə olmalıdır. İnşallah tez bir zamanda arıqlayarsan. 53 kilo yarım. Aşkım, pəhriz saxlamalısan. Mən çörək yemirəm, nəyə görə? Əslində mən zehin və bədəndən arıqlayıram, qızlar. Mən arıqlamağa qoşulmuşam da, zehin və bədənlə arıqlayıram. Mən çörək yemirəm, bilirsiniz nəyə görə? Selülitim çıxır, ona görə. Qısa paltar zat çox geyinirəm mən. Çörək yeyəndə də selülitim çıxır, ona görə çörək yemirəm. Miracle tort, cake miracle. Qoy səni yuxarıda sabitləyim. İnan mənə, sənin tortun mükəmməl idi. Elə bir ki, marojna yeyirdin. Amma çox heyflər olsun ki, ikinci tortuvu çəkə bilmədim. Nəyə görə çəkə bilmədim? Çünki bilməmişəm. Fikirləşdim ki, torta heç nə olmaz, maşında qalar da. Maşını pis sürmüşəm, tort əzilmişdi. İkinci tortu çəkə bilmədim, amma yedilər. Hamı da yedi, çox sağ ol. Səhifəni paylaşmışam orada. Dayım qızı səs atıb ki, Vüska tort mükəmməl idi də, ağza qoyursan əriyir. İnan mənə, sənin tortun möhtəşəm idi. Möhtəşəm. Yəni, sənin tortunla
Azzanın tortu müqayisə eləsəm, yəni bilirsiniz ki, mən ən çox Azzanın tortlarını bəyəndim. Çünki yumuşaqdır, pambıqdır, ağırlığı yoxdur. Ağırlıq hiss eləmirsən, tortu yedikcə yemək istəyirsən. O qədər yüngül tortlardır. İnan mənə müqayisəyə qalsa ikisi eyni, yəni o qədər dadlı eləmişdin. Allah canını sağ eləsin. Kek Miracle, möhtəşəmsən, doğrudan da çox gözəlsən, əllərə sağlıq. Özünə yazın aşkım. Vurmur. Hər şey yeyə bilərsən. Yeyə arıqlayıram zehin və bədənlə. Aleyküm salam. Can, çox sağ olur. Mən də sizi sevirəm. Salam bacı qurban, salam. Salam ürəyim. Qızlar, ekranları tıklayın da nə olar, çox xahiş edirəm sizdə. Bacardığınız qədər ekran tıklaması eləmirsiniz qızlar. Nə olar ekran tıklaması eləyin də, xahiş edirəm. Siz nə qədər vacibdir mənim üçün bu ekran tıklaması. Nə deyirəm ki, deyirəm bir dənə nə olar söhbət edirik, ekran tıklayın da. Çox sağ olur. Trend yoldan. Nə olar bir dənə ekran tıklaması eləyin də qızlar. Yox, örgəşmişəm dırnağa, yox dırnağa örgəşmişəm. Gör neçə vaxt dırnaq qoymuram. Örgəşmişəm. Dırnaq qoymaq istəmirəm. Qırıram, dayana bilmirəm də. Hələ yeməyə reklama gedəcəksən. Hələ gəlib orada yiyəcəm. Allah bilir, həcmə nə qədər yemək qoyacaq. Yemə Vüsalə, yemə. Kartof qaynatması aşkım turşu ilə. İnan mənə. Bir dənə ləzzət elədi bu kartof qaynatması mənə. Balıqla yedim. Sağ olasın. Silotka balıqla yedim. Bir dənə ləzzət elədi. Çox ləzzət elədi də. Əslində anam lapşalı aş bişirib. Əslində evdə, işdə onun şeylə gəlirdim ki, lapşalı aş yiyəcəm. Yox, eləmə. Amma yemədim. Gəldim, ürəyim kartof istədi. Yine salfetka var. Salfetka. Az kartof soyutması ne yiyeceğim? Lapşa da, ne bileyim az ne deyirsin sonra lapşa da, ne bilmirəm. Yorulmuşam ya aşkım, valla. Niye bu kadar kederlisiz? Ne bileyim. Yorulmuşam ona göre. Çok yorulmuşam özde. Çok sağ ol Reyim, Allah razı olsun. Mən elə gəlir ki yazmaz.
Tez-tez girib baxıram. Çox sağ ol ürəyim. Balığın iyisi vurur, yeni balıq istəyir. Allah da, Türk. Mən sizdən enerji alıram. Əslində mən çox enerjili insanam da, çox pozitiv insanam, çox pozitivəm də. Yaşamağı sevirəm, dəhşət dərəcədə özdə. O günlərim yol gəlilən bacı, özümdən danışıram. Danışa yol gəlirəm də. Bir də ayıldım ki, mən möhkəm danışıram. Vallahi. Üstü yazdığımı oxu geri çevir, zəhmət olmasın. Şoraba kökəldir, mənə kökəltmir. Mən zehin və bədəndən arıqlayıram. Səhvsiz bir tək Allah da, hər kəsin səhvi var. Qurban olmalı, sadəcə olaraq səhvlərinizdən gələk dərs çıxardasınız. Bəzən insan özü istəməyərəkdən səhv eləyir. Özü düzgün insanlara. Bəzən səni çox sevən, səni çox istəyən insanlara böyük səhvlər eləyirik. Əlimizdə olmayaraqdan böyük səhvlər eləyirik. Hə, sən, hə, mən. Ay, sağ ol, mən. Bəzən böyük səhvlər eləyirik. Əlimizdə olmayacaq səbəblərdən çox böyük səhvlər eləyirik. Peşman oluruq, peşman oluruq. Amma yəni peşman olub özümüzdə o səhvləri düzəldirik. Artıq qayıda bilmirik də o ana qayıda bilmirik. Amma peşman oluruq. İnşallah bir də eləməliyik o səhvləri. Oluruq mu? Oluruq. Əlbəttə ki, oluruq. İnsanıq biz. Mən də eləmişəm. Hər kəsin səhvi olur. Elə bir insan yoxdur ki, onun səhvi olmasın. Mənim də səhvim olub. Çox heyflər olsun. Sadəcə olaraq çox heyflər olsun. Başqa nə deyə bilərəm? Zamanı geri ala bilmərəm. Elə bir gücüm yoxdur ki, nəsə belə sehirli güclərlə belə toxunum, zamanı geri alım. Yoxdur da, elə bir gücüm yoxdur. Kəşke olsaydı. Kəşke olsaydı, amma yoxdur. Səhv eləmişəm? Hə, eləmişəm. Peşmansan? Hə, peşmanam. Geri qaytara bilirsən? Yox, qaytara bilmirəm. Bir də eləyəcəksən? Heç vaxt. Belə. Ümumiyyətlə səhvdən söhbət gedir, ay bacı. Nəyə açıq danışım? Ümumiyyətlə səhvdən söhbət gedir. O da məndə qalsın. Doğru insana yanlış insan olursan. Doğru insana sən yanlış insan olursan. Doğru insana səhv eləyirsən. Qızlar, saçımı çox qısaldacam. Saçımı çox qısaldacam. Bunu qısa elə də, buradan elə də. Allahın amına olsun, ürəyim sıxıldı bu saçdan. Öz saçın qısadır da. Hə, öz saçım qısadır, amma elə eləməyəcəm də. Buradan eləyəcəm. Bu dəfə buradan eləyəcəm saçımı. Belə eləyəcəm bacı bu dəfə. Buna bax. Ürəyim sıxılır uşa bundan. Yoruldum uzun saçdan. İstəmirəm da uşa. Çox uzundur. Ürəyim sıxıldı. Gələn ay, bu ayın axırı çıxardı. Bəlkə dekabrın 15-i zadı çıxardım. Novgod qabağı. Hə? 350 qram. Səliqəsi görsənmir aşkım, buruq-buruqdur, çox gözəl saçdı. Nə olar, qurban olub sevindir məni.
Saçımın 100 qramı 400 manat. Yeni ilə yeni imiclə gel. Məncə də. Düz deyirsən. Düz deyirsən. Çox bəyənirəm. Çox sağ ol ürəyim. Hə də, niyə? Hə, bilmirəm də. Amma ben yine seni beğeniyorum kız. Sen yengeç burcu musun? Yengeç misin? Yengeç burcu musun?